Hal-hazırda mən listeningi açdım və listiningə qulaq asarsa sizdən bir yerdə tapmağa çalışıram. Hal-hazırda görürsünüz, mən özüm tapdığım variantları silmişəm, çıxdaş eləmişəm. Yəni nələr ola bilər, nələr olmaya bilər. İndi birlikdə qulaq asarıq. Siz də baxırsınız ki, mən listingi necə işləyirəm. Eyni ilə siz də elə işləyərsiniz. Əgər listingin linkini istəsəz mənə qeyd eləyin profildə, rəylərdə, kommentlərdə və OTK-nın 11-ci sinif testinin PDF-ini də istəsəz mütləq profil izləməyə alın, rəy yazın. Mən sizə göndərim. İndi isə başlayaq. Metin birincide. A rainbow is a beautiful optical phenomenon. It usually appears in the western sky in the morning and in the eastern sky in the early evening. A rainbow looks like a semicircle, but it is difficult to take a photo of the whole semicircle in one picture. A rainbow typically has 7 colors: red, orange, yellow, green, blue, indigo, and violet. Indigo is a rich color between blue and violet. Colors such as pink, gray, and brown are not in the rainbow because they are not pure colors. They are made by mixing different colors together. The colors of the rainbow always appear in the same order. There are about 12 kinds of single rainbows. They differ in the colors and the brightness of their stripes. They usually appear after the rain. A rainbow cannot exist without rain and sunlight. The famous scientist Isaac Newton was the first to explain the rainbows. His experiment proves that white light contains all the colors in the rainbow. Today, the rainbow and rainbow flag emojis are symbols of positivity and pride. 2 dəqiqə ərzində dinləmə. Symbols of positivity and pride. Gördünüz, tapdım. Tapdıqca sizə işarə edirdim. Rahat listeningdir, yəni rahat yazmaq olur. Biri zaten cavabını tapmışdım, bir də elə Y variantıdır, düz. Sadəcə ikincini tapa bilmədim. İkincidə üçüncünü eşitdim, amma digərini qaçırdım. Zaten dördüncünü səhv qeyd eləmişdim. Ona görə 4 olan variantları atdım. Bir də 3 olan variantları saxladım. Ya A-dır, ya da B-dir. Bir də baxacağım. B-ni götürdüm, çünki baxın, mən onu izlədim. Düz axıra qədər eyni səsləndi. Bir də scientist sözünü qaçırdım. Mən ya bu 84 ya da 85 yazanda artıq scientist cavabını demişdi. Olsun, zaten mənim ikinci şansım var. İkinci dəfə də qulaq asıram. İndi ikisinin də cavabını tapmağa çalışarıq. Burada blue and violet olmalıdır. Oy. And violet. Yəni görürsünüz, mən özüm çox listening eləsəm belə ilk dəfədən heç vaxt tuta bilmirəm. Ona görə həmişə ikinci şansı nəzərə alın. Birinci şansı yaxşı dəyərləndirin ki, ikinci şansda sizə az sual tapmağa ehtiyac olsun. Bir dənə 2-ni oxusam, zaten 2 dəqiqəm var mənim. 2-ni oxusam, bəlkə tapa bilərəm. Different in the semicircle are different in the colors on their strips. Böyük ehtimal ki 2-dir. 2-3-dür böyük ehtimal. Deyir ki, onun rənglərinə və strips, yəni zolaqlarına görə fərqlənir. İndi yenə də qulaq asaram, hər ehtimal. Bir də scientist'i nəzərdə saxlayım. Aha, getdik.